İsrail ABŞ-la danışıqlarda iştirak edən İranın bütün nümayəndələrini zərərsizləşdirib. CB-Info AZ-ın xəbərinə görə ABŞ-ın prezidenti Donald Trump CNN jurnalisti Dana Başa müsahibəsində vurğulayıb. Bunun sözlərinə görə nüvə sazişi üzrə İranlı müzakirəçilər İsrailin hərbi əməliyyatı nəticəsində öldürülüb. Əlavə edək ki, ABŞ prezidentinin bu açıqlaması İranın nüvə proqramına dair danışıqlar variantının İsrail üçün bütün hallarda qəbul edilməz olduğunu göstərir. Yəni istər Joe Bidenin, istərsə də Donald Trump'ın prezidentliyi dövründə İranın nüvə proqramının danışıqlar yolu ilə həllinin əleyhinə olan İsrail hökuməti prosesi pozmaq üçün rəsmi Tehranı təmsil edən nümayəndələri məhv edib. Bu siyahıda sağ qalan yeganə şəxs İranın Xarici İşlər naziri Abbas Əraqçidir. İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti arasında fikir ayrılığı da məhz Donald Trump'ın Omanın paytaxtı Muskatda İranla danışıqların keçirilməsi ilə bağlı olub. İyunun 15-də ABŞ-İran müzakirələrinin 6-cı raundu keçirilməli idi. Trump ən azı həmin tarixə qədər gözləməyin tərəfdarı olsa da görünür. Netanyahu onu İrana zərbələr endirməyin və danışıqlar masasına əli gücləndirilmiş vəziyyətdə oturmağın vacibliyinə inandıra bilib. Amma İsrailin baş naziri İran nümayəndə heyətini məhv etməklə danışıqlar üçün tərəflərə şans saxlamayıb. İndi İranın cavab zərbələrindən arqument kimi istifadə etməyə çalışan İsrailin baş naziri ABŞ-ı hərbi əməliyyatlara qoşmağa çalışacaq. Bu halda məqsəd bir tərəfdən İranın nüvə obyektlərini tamamilə sıradan çıxartmaq və danışıqlara yer saxlamamaqdırsa, başqa tərəfdən Netanyahu hökuməti əlini gücləndirərək Xameneyi rejimini tamamilə çökdürməkdir. İran tərəfinin iyunun 15-də Muskatdakı danışıqlara getməkdən imtina etməsi və İsrailə raket zərbələri endirməsi Netanyahunun müharibə ritorikasını gücləndirir. Çox güman ki, İsrail rəhbərliyi öncə Trump'ı birgə hərbi əməliyyatların vacibliyinə inandırmağa səy göstərəcək. Bu mümkün olmasa, o vaxt İsrail ABŞ-dan aldığı dərinlikdəki beton qatlarını dağıdan Mino -84 və 11 tonluq bu -43 bütün bombaların anası bombalarından istifadə etməklə İranın nüvə tədqiqat mərkəzlərini, həmçinin ali rəhbər Ayətullah Seyid Əli Xameneyini məhv etməklə rejimi dəyişməyə çalışacaq.